Hər birinizə salam, dəyərli izləyicilər. Mövzu izahlarını çəkməyə davam edirik. Bugünkü dərsimiz say sistemlərinin ikinci hissəsi olacaq. Keçən dərsimizdə onluq say sisteminə, ikilik, səkkizlik say sisteminə keçid etməkdən danışmışdıq. Həmçinin ikilikdən, səkkizlikdən və demək olar ki, bütün say sistemlərinə onluq say sistemini necə keçid etmək olar, ondan danışmışdıq. Bugünkü dərsimizdə isə ikilik say sistemindən səkkizliyə, səkkizlik say sistemindən ikiliyə və həmçinin eyni prosesləri də ikilik və 16-lıq say sistemləri arasında danışacağıq. Gəlin birinci yadımıza salaq. İkilik say sisteminin simvolları hansılar idi? 0 və 1 simvolları. Səkkizlik say sisteminin simvolları 0, 1, 2, nöqtə nöqtə 7-yə kimi. 16-lıq say sisteminin simvolları isə keçən dərs danışmamışdıq. 0-dan 9-a kimi normal gəlir simvollar. Əla, 16-lıq say sistemində 10 dəyərini saxlayan bir simvol da olmalıdır, düzdürmü? Bu simvol dediyimiz şey 2 dənə şeyin birləşməsindən ola bilməz deyə 10-a deyiblər A, 11-ə deyiblər B, 12-yə deyiblər C, 13 olub D, 14 Y, 15 də F. Bu da 16 dənə 0-dan 15-ə kimi 16-lıq say sisteminin simvollarıdır. İndi fikir versəz, ikilik say sistemində 2 dənə, 8-lik say sistemində 8 dənə, 16-lıq say sistemində isə 16 dənə simvol var. Onda deyə bilərəm ki, ikilik say sistemində 2 fərqli vəziyyət var hər bir simvol üçün. 2 fərqli vəziyyətdə mən bir bitdə kodlaşdıra bilirəm. Kodlaşdırmadan bunu bildik. 8-lik say sistemində hər bir simvol, yəni 8-lik say sisteminin hər bir rəqəmi 8 fərqli vəziyyətdə ola bilir deyə, 8-lik say sisteminin hər bir rəqəmi onda 3 bit informasiya həcminə sahib olar. 16-lıq say sistemində hər bir rəqəmi 16 fərqli vəziyyətdə ola bildiyinə görə, onda deyərəm ki, 4 bit informasiya həcminə sahib olar. Onda belə çıxır ki, məsələn, ikilik say sistemində yazılmış belə bir ədəd. İkilik say sistemində yazılmış belə bir ədəd. Məsələn, mən ikilikdən 8-liyə keçmək istəyirəm. Baxın, bilirəm ki, ikilik say sisteminin hər bir rəqəmi 1 bitsə, 8-lik say sistemində hər bir rəqəm 3 bitsə, onda deyə bilərəmmi ki, ikilik say sisteminin hər 3 dənə rəqəmi 8-lik say sistemində 1 dənə rəqəm deməkdir. Əla, gəlirəm 3-ü sayıram. Fikir versiniz, burada 2 dənə qaldı. Bu mənə problem yaratmır, çünki mən sol tərəfə istədiyim qədər tərsizsiz sıfırlar əlavə eləyə bilirəm. 3-ü sayırdım. Nə əldə eləmiş oldum? 3 bit burada, 3 bit burada. Bunu indi rahatlıqla mən 8-lik say sisteminə keçə bilərəm. Necə keçəcəm? Gəlin hətta ədədi biraz maraqlı deyək. Burada 1 ataq. Aha, necə keçəcəm? Hər hissəni götürəcəm ayrı-ayrılıqda. İkilik say sistemindən onluq say sistemini keçməyi bilirəm də. Üstünə 0, 1, 2 yazdım. Aha. Bir dənə 2 üstü 2, yəni 4. Bir dənə də 2 üstü 0, yəni 1. Oldu 5. Əla. Bu onluq say sistemindəki 5-dir. Amma fikir versəz, onluq say sistemində də 0, 0-dır. 8-likdə də. Onluq say sisteminin 1-i 8-liyin 1-nə bərabərdir. Onluq say sisteminin 2-si 8-liyin 2-sinə bərabərdir. 7-yə kimi onluq say sistemi ilə 8-lik say sistemi simvolları bir-birinə bərabər olur. Məsələn, 7 8-lik say sistemini onluğa keçəndə yenə də 7 eləyir. 7 vursan 8 üstə 0. Ondan mən 5-i elə 10-luğa keçdim, bu 8-liyə keçdim, fərqi yoxdur. Gəlib bu hissə olacaq mənim üçün 5. Bu hissəyə keçəndə artıq sürətli keçmə üsulundan istifadə edəcəyik. Necə? Yadda saxlayacağam da. Ən böyük alınan ədəd hansı ola bilər burada? Məsələn, ən böyük 3-ü də 1 ola bilər də bunlardan. 3-ü də 1 olsa, 3-ü də 1 olsa, mən bunu ikilikdən onluq say sisteminə keçəndə 0, 1, 2 yazacağam. Buradakı 1 özündə nəyi saxlayır? Bir dənə 2 üstü 2 olduğunu, yəni 4-ü. Buradakı 1 bir dənə 2 üstü 1 olduğunu, yəni 2-ni. Buradakı 1 isə bir dənə 2 üstü 0 olduğunu, yəni 1-i. Qısaca burada 1 varsa cəmdə 4 var. Cəmdə 4 var. Burada 1 varsa cəmdə 2 var. Burada 1 yoxdur. Burada 1 varsa da cəmdə 1 var. 4 ilə 1-in cəmi 5. İndi bunu 4-2-1 qaydası kimi də deyirlər bəzi yerlərdə. Amma səbəbini bilək də niyə belə deyilir. 4-2-1 ilə baxsa bu hissədə olacaq bizim üçün 2. 2-5 keçdim 8-lik say sistemində. Oldu 8-lik say sistemində 2-5. Eyni üsulla biz indi 2-likdən 8-liyə keçdiyimiz kimi də 8-likdən 2-lik say sisteminə qayıda bilərik. Hər bir simvol olmalıdır 3 bit. Hər bir simvola görə 3 dənə ikili rəqəm yazacağam. 5 almaq istəyirəmsə 4, 2, 1-dən 5-i necə alaram? 1, 0, 1. Yəni 4 ilə 1-in cəmi 1, 0, 1. 2 necə alaram? 0, 1, 0. 0, 1, 0, tərsizsiz 0. Bunları yanaşı qoydum, əvvəlki ədədimi aldım. Eynən bu 16-lıq say sistemində də belə olacaq. Məsələn, bir ədəd yazaq yenə. Bu olsun 2-likdən. İndi 16-lıq say sisteminə keçmək istəyirəm. Qaydaq yuxarı. Yuxarıda nə görmüşdük? 16-lıq say sisteminin hər bir rəqəmi özündə 4 bit informasiya saxlayır. Onda deyə bilərəmmi ki, 2-lik say sisteminin 4 dənə rəqəmi 16-lıq say sisteminin 1 dənə rəqəmidir. Gəlirəm 4, 4 ayırıram.
Qaldı burada bir dənəsi. Bunun sol tərəfinə 3 dənə təsirli sıfır atdım. Oldu, hamısı 4-4 ayrılmış formada. İndi bayaqki kimi sadəcə onluq say sisteminə keçəcəm. İndi baxın, ən böyük alına biləcək ədəd 4 dənə 1-dir. 4 dənə 1 ikilikdən onluğa keçəndə burada 1 var deyə 0, 1, 2, 3 yazanda bir dənə 2 üstü 3 deməkdir, yəni 8. Bu bir dənə 2 üstü 2 deməkdir, yəni 4. Digəri bir dənə 2 üstü 1, yəni 2. Bu da bir dənə 2 üstü 0, yəni 1 deməkdir. Qısaca ilk 1 8-i, ikinci 1 4-ü, üçüncü 1 2-ni, axırıncı ən sağda olan 1 də 1-i özündə saxlayır. Burada bizdə nə var? 8 var, 4 var, bir də 1 var. Yəni bu olacaq 8 plus 4 12 plus 1 13. Baxın, indi mən 13 aldım onluq say sistemində. 16-lıq say sistemində 13 yox idi, amma 13 dəyərini saxlayan 10A idi, 10 dəyərini saxlayan simvol A idi, 11B idi, 12 S idi, 13 D idi. Bizə 13 lazımdır. Onluq say sistemində 13, 16-lıq say sistemində isə buna D deyəcəyik. Gəlin bu hissəyə deyirəm D. Digər hissə. Yenə eynidir. Burada olacaq D. Bu hissə 4, 8 yoxdur, 4 yoxdur, 2 yoxdur. Sadəcə 1 var. Olacaq nə? 1 D D. 16-lıq say sisteminə, 2-likdən 16-lığa keçdikdə. İndi baxın, eyni üsulla buradan geri də qayıda bilərik. 16-lıq say sisteminə, 2-lik say sistemində necə qayıdacaq? Heç nə, hər bir simvola görə 4 dənə 2-lik simvol yazmalıyam. Hansı buna da 8 4 2 1 qaydası deyirlər. Bunu sadəcə yadda saxlayaraq D-ni, yəni 13-ü necə ala bilərəm? 8 4 1-in cəmi ilə, yəni 1 1 2 olmasın 1. 1 1 0 1 8 4 1 1 1 0 1 1 almaq üçün də heç birindən olmasın, bir dənə 1 olsun. 3 dənə 0 1. Təsirsiz sıfıra gedəcək, yenə yuxarıda ilk yazdığımız ədədi əldə eləmiş olacaq. Baxın, həm 2-likdən 16-lığa keçməyi, 16-lıqdan 2-liyə, 2-likdən 8-ə və 8-lik say sisteminə 16-lıq say sisteminə keçməyi artıq öyrəndik rahat üsulla. Artıq demək olar ki, biz bütün say sistemlərindən, bütün istədiyimiz say sistemindən istədiyimiz say sisteminə keçə bilirik. Keçən dərsimizdə də onluqdan istənilən say sisteminə, istənilən say sistemində də onluq say sisteminə keçməkdən danışmışdıq. Biz artıq say sistemi mövzusunu demək olar ki, əsas hissələrini öyrənmiş olduq. Növbəti videomuzda isə biz say sistemindəki ədədlərin cütlüyündən, təkliyindən danışacağıq və suallar, tipik suallar həll edən zaman say sistemləri mövzusundan hansı biliklər bizi daha önə atar, sualları necə sürətli şəkildə həll etmək olar, bundan danışacağıq. Əlavə olaraq qeyd eləmək istəyirəm ki, artıq WhatsApp kanalımız aktiv şəkildə fəaliyyətə başlayıb. Kanalda iştirak etmək üçün aşağıda qoyduğum linkdən keçid edərək qoşula bilərsiniz. Kanalda gündəlik suallar paylaşılır və müəyyən bir aralıq müddətində də sualların video izahları olur həmən kanalda. Qoşularaq öz bilik və bacarıqlarınızı artıra bilərsiniz. Sağ olun, salamat qalın.